Bura Azərbaycanlı şair, tərcüməçi Nizami Gəncəvi və başqa klassiklərin əsərlərini farscadan Azərbaycan dilinə tərcümə edən Mircəlal Zəki kimi tanınan Mircəlal Mir İsaoğlunun evidir. Mircəlal Zəki ömrünün 50 ilini klassik əsərlərin farscadan Azərbaycan dilinə tərcüməsinə həsr edib. Mən təxminən 75-76-cı illərdə keçən əsrin Qətran Təbrizi ilə başlamışam tərcüməyə. Sonra belə oldu ki, Qətran qaldı kənarda, Nizami ilə məşğul oldum. Demək olar 30 ildən çoxdur Nizami ilə məşğulam əsasən. Amma bundan əlavə Bahar Şirvanının divanını tərcümə eləmişəm. Qətranın divanından bir kiçik divan həcmində tərcümə eləmişəm. Sonra bir də Məsnəvinin, Məvləvinin Məsnəvisindən bir dəftər 4000 beyt, onu da tərcümə eləmişəm. Sonra Nizaminin Məxzənidir, Nizaminin Xoşov şeirinidir, bir də Həbs Bekərdir. İri əsərlər bunlardır. Bu tanınmış tərcüməsinin uzun illər tərcümə sahəsində göstərdiyi xidmətlərə təşəkkür etmək məqsədi ilə Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi Höccətülüslam Mozaqnijad və İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə onun evində olub, xəstə yatağında yatan tərcüməçiyə baş çəkiblər. Çox əsərlər özündən qoyub, yazıb, göstərib, xüsusilə Nizami Gəncəvinin barəsində geniş tədqiqat aparıb və bu işlə məşhur olub və Xosro Şirin qismətində şeirdən şeirə tərcümə edib və bu tərcümə onun şah əsərlərindən demək olar biridir və İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi vasitəsilə bu kitab təb olub, çap olub və birinci dəfə olaraq biz bu günləri onun öz evində ki bir balaca xəstəliyi var idi, gəldi həm onu salamlayaq, həm də o kitabı birinci dəfə özünə təqdim edək. İnşallah Allah ona şəfa versin, ta inki şairlərin huzuru ilə də o kitabın təqdimat mərasimin qeyd eləyək. Cühan bulud kimi dur Kərbəlaya gəlir. Mircəlal Zəkinin Aşura qiyamı haqqında Möhtəşəm Keşaninin 12 bənd əsərinin fars dilindən Azərbaycan dilinə tərcüməsi bu ölkədəki ədəbiyyatçılar arasında sevilən kitablardandır. Gör torpaq üstə qanuna qaltan bədənləri, bax nizə üstə başlara, şur-i nəvanı gör. Onun fars dilindən Azərbaycan dilinə tərcümə etdiyi əsərlərdən Xəqani Şirvaninin, Hafizin, Divan Bahar Şirvaninin, Şəhriyarın və Mövlananın Məsnəvisini və digər əsərlərin tərcüməsini nümunə kimi göstərmək olar. Şərqşünas Əli Həsən Məmmədov və şair Bala Əhmədov Gülbala Fani Mircəlal Zəkinin həyat və yaradıcılığından danışdılar. O təkcə, yəni İslami şairlərin yox, ümumiyyətlə fars dilində yazan şairlərin əsərlərini Azəri dilində tərcümə edir, xalqımıza çatdırır. Böyük fars ədibləri, doğrudan da biz bu böyük şairləri, bu böyük ədibləri Mircəlal ağanın sayəsində tanımışıq. Məxsusən Nizami Gəncəvini məhz bizə sevdirən Mircəlal Zəki ağa olubdu və onun tərcümələri bizə Nizami Gəncəvini sevdiribdi. 80 yaşlı Azərbaycanlı şair tərcüməçi Nizamişünas Mircəlal Zəki xəstə yatağında olmasına baxmayaraq, hələ də İslam dünyasının klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə etməklə məşğuldur. Əli Cəfərov, Səhər Beynəlxalq Televiziyası, Bakı.